Azərbaycan. Bu ad təkcə xəritədə bir ölkə deyil. Bu ad bir xalqın ruhunu, bir torpağın nəfəsini və minillik tarixini yaşadır. Bu vətənin döyünən ürəyi olan Qarabağ, muğamın sədası, xarı bülbülün zərifliyi və zəfərin qüruru ilə Azərbaycanın ruhunu yaşadır. Abbas Səhhət bu sevgini belə ifadə edirdi. Vətəni sevməyən insan olmaz. Olsa da o şəxsdə vicdan olmaz. Bu misralar bizim üçün sadəcə şeir deyil, missiyadır. Çünki vətəni sevmək, onun torpağını qorumaq, təbiətini yaşatmaq və gələcəyini qurmaq deməkdir. Məhz bu missiya ilə keçən il Enactus Azərbaycan milli yarışının qalibi olduq və ölkəmizi Taylandda keçirilən Enactus Dünya Kubokunda qürurla təmsil etdik. Bu il isə daha böyük təcrübə, daha güclü komanda və daha cəsarətli həllərlə yenidən qarşınızdayıq. Çünki inanırıq ki, hər böyük dəyişiklik bir sualla başlayır. Bizim dönüş nöqtəmiz isə Saatlıda başladı. Komandamızın mentoru Elxan Qurbanlı uşaqlığını məhsuldar əkin sahələrinin arasına keçirmişdi. Lakin illər sonra eyni torpaqlara qaydanda mənzərə dəyişmişdi. Torpaq yorulmuşdu. Məhsuldarlıq azalmışdı. İqlim öz izini qoymuşdu. Biz özümüzə vacib bir sual verdik. Əgər təbiət bizə hər gün xəbərdarlıq edirsə, biz niyə hələ də problemlərin səbəbini yalnız nəticələrlə mübarizədə axtarırıq? Və gördük ki, ekosistemimiz bir-biri ilə əlaqəli 4 böyük böhranla üz-üzədir. Meşə yanğınları və degradasiya. Son illərdə Kanada, Braziliya, ABŞ, Türkiyə, Yunanistan və digər ölkələrdə baş verən meşə yanğınları nəticəsində hər il təxminən 370 milyon hektar ərazi yanır. Azərbaycanda isə rəsmi məlumatlara əsasən 2001-2024-cü illər ərzində meşə yanğınları nəticəsində ən azı 1826,7 hektar meşə sahəsi yanıb. Bu da ölkənin ümumi meşə örtüyünün təxminən 0,18%-nə bərabərdir. 2023-cü ildə qlobal meşə və landşaft yanğınları nəticəsində atmosferə təxminən 8,6 milyard ton karbon emissiyası buraxılıb. This is the worst air quality ever recorded. Health concerns are growing as wildfire smoke from Canada is blanketing large parts of the U.S. Detroit is among the most polluted cities in the world today as thick smoke blotted out the skyline and obscured the sun. Torpaq aşınması. FAO-nun məlumatlarına görə dünya torpaqlarının 40%, ölkəmizin isə 43,29%-i eroziyaya məruz qalıb. Bu, illik 10-11 milyard manat iqtisadi zərər deməkdir. Kimyəvi gübrə asılılığı. Torpaq münbitliyini itirdikcə fermerlər daha çox kimyəvi gübrələrdən istifadə etməyə məcbur qalırlar. FAO-nun məlumatlarına görə 1 ton ammonium nitrat gübrəsinin istehsalı zamanı 2,6 ton, 1 ton fosfor gübrəsinin istehsalı zamanı isə 1,7 ton karbon emissiyası atmosferə buraxılır. Üst bildirir ki, hər il 385 milyon insan pestisidlərin təsirinə məruz qala bilər. ABŞ Ətraf Mühitinin Mühafizə Agentliyinə görə isə bəzi pestisidlər torpaqda 30 ilə qədər qala bilir. Fermerlər kimyəvi gübrənin təsirindən hansı nəticələrlə üzləşiblər? Kimyəvi gübrələr istifadəsi müəyyən qədər risklidir. Mən 1 ton silitr deyilir də azot gübrəsi tətbiq elədim pambığa. Pambıq çox güclü oldu, qozaları da çox oldu, ancaq açmadı. Axıra qədər açmadı bu qozalar, məhsul vermədi. Yəni belə bir ziyanla üzləşib. Üzvü tullantılar. Digər tərəfdən isə hər il dünyada yaranan bələdiyyə tullantılarının 44-53%-i üzvü mənşəlidir. Azərbaycanda hər il 3,3 milyon ton bərk məişət tullantısı yaranır və bunun 1,3 milyon tonu üzvü tullantılardır. Hər il Azərbaycanda təxminən 16 min ton qoyun yunu, 10 min tondan çox nar qabığı, 10 min ton yumurta qabığı, 52 min ton pambıq tullantısı və tonlarla çay qalıqları istifadəsiz qalaraq israf olunur. Halbuki bütün bu tullantılar düzgün emal olunduqda torpağı bərpa edən dəyərli resursa çevrilə bilər. Məhz bunu sübut etmək üçün sentyabr ayından etibarən işə başladıq. Azərbaycanda ondan çox regionda fəaliyyət göstərərək 1500 kilometrdən çox yol qət etdik. 2000 saatdan artıq araşdırma, sınaq və fermerlərlə birbaşa iş apardıq. Bu yol bizə bir həqiqəti göstərdi. Həll yeni resurslar axtarmaqda deyil, mövcud resursların dəyərini yenidən kəşf etməkdədir. Biz problemi sadəcə analiz etmədik. Tullantıları dəyərə, dəyəri isə crown poda çevirdik. Crown pod müxtəlif iqlim şəraitlərində, 4 fərqli mühitdə effektiv işləmək üçün hazırlanmış, 100% təbii və tam bioparçalana bilən innovativ toxum kapsuludur. Onun əsasını keratinlə zəngin qoyun yunu, Pavlonia toxumu və BioCrown üzvü gübrəsi təşkil edir. Keratin əsaslı qoyun yunu həm hidrofil, həm də hidroskopik quruluşu sayəsində havadakı və torpaqdakı rütubəti özündə saxlayır.
bitkinin ehtiyacına uyğun şəkildə tədricən ötürərək su sərfiyyatını azaldır. Kapsuldan müxtəlif ağac toxumlarından istifadə edilə bilər. Seçilən ağac növlərinin xüsusiyyətlərindən asılı olaraq onların torpağın bərpasına, eroziyanın qarşısının alınmasına və ekosistemlərin sağlamlaşdırılmasına töhfə verir. Bəs bu həlli yaratmaq üçün biz nə etdik? Dəyərli müəssislər, biz Enactus Qarabağ olaraq inanırıq ki, ən yaxşı həllər masa arxasında deyil, insanların yanında formalaşır. Məhz buna görə də Crown Pod'u fermerlərlə birlikdə inkişaf etdirdik. Onların ehtiyaclarını dinlədik və məhsulumuzu real şəraitdə dəfələrlə sınaqdan keçirtdik. Paralel olaraq laboratoriya analizləri apararaq məhsulumuzun keyfiyyətini, təhlükəsizliyini, effektivliyini qiymətləndirdik. Əldə etdiyimiz müsbət analiz nəticələri məhsulumuzun etibarlılığını təsdiqlədi və onun praktik istifadəyə uyğun olduğunu göstərdi. Research assistant at the Wisconsin Energy Institute. Today I would like to briefly talk about Crown Pod. So laboratory analysis indicate that Crown Pod creates a favorable microenvironment for plant growth in digested soils. Result, during laboratory pilot tests, a 94% forward germination rate was achieved, and post-germination of Pavlovnia seeds and the survival rate of the seeding increased significantly. Crown fertilizer enriches the soil with essential nutrients, while the keratin-rich sheep wool retains moisture for extended periods, reducing water loss. İstehsal prosesinin davamlılığını təmin etmək üçün Azərsun, Azgranata, Azərpambıq, Bəyaz Cücə və yerli heyvandarlıq təsərrüfatları ilə əməkdaşlıq qurdu. Bu günə qədər 17 tondan çox kənd təsərrüfatı tullantısını toplayaraq emal etmişik. Bu layihənin hər mərhələsini sahədə qurduq. Xankəndi, Şuşa, Əsgəran, Ballıca, Bərdə, Gəncə, Şəki, Zaqatala, Lənkəran, Saatlı, Sabirabad və Bakı daxil olmaqla ondan çox fəaliyyət zonasına çalışdıq. Eyni zamanda Crown Pod'un ölkə üzrə tətbiq imkanlarını genişləndirmək məqsədi ilə Kənd Təsərrüfat Nazirliyi ilə əməkdaşlıq görüşləri keçirdik. Crown Pod'un üstünlükləri 100% təbii və tam bioparçalana biləndir. Müxtəlif iqlim şəraitlərində 4 fərqli mühitdə effektivdir. Torpağın məhsuldarlığını və su tutma qabiliyyətini 25%-ə qədər artırır. Torpağın mikrobioloji aktivliyini 30%-ə qədər artırır. Aparılan təcrübələr Crown Pod'un 94.4% cücərmə uğuru əldə etdiyini sübut etmişdir. Hər 1 ton Crown Pod 1 ton üzvü tullantısını yenidən dövri iqtisadiyyata qazandırır və 1.75 ton karbon emissiyasını azaldır. Ağacəkmə və torpağın bərpası üçün dayanıqlı ekoloji həldir. Bəs bazarda vəziyyət necədir? Yerli bazarda ağacəkmə prosesində toxum, gübrə və suvarma həlləri əsasən ayrı-ayrılıqda tətbiq olunur. Beynəlxalq bazarda isə mövcud toxum kapsulları əsasən idxal məhsullardır və yerli tullantılardan istifadə etmir. Crown Pod isə bütün bu komponentləri yerli resurslar əsasında vahid, dayanıqlı və bioparçalana bilən həllə çevirir. Layihənin icrası Qarabağ Universitetinin təqdim etdiyi 2000 manatlıq maliyyə dəstəyi ilə başlayıb və bu vəsait hesabına istehsal və pilot tətbiq mərhələsi həyata keçirilir. Daha sonra Qarabağ İqtisadi Rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin ayırdığı 5000 manatlıq investisiya ilə istixana və parnik infrastrukturu qurulub, tinglərin yetişdirilməsi üçün şərait yaradılıb. Layihə həmçinin müxtəlif proqramlar çərçivəsində ümumilikdə 15000 manat qrant dəstəyi qazanaraq fəaliyyətini genişləndirib. Qarabağ Universitetinin tələbələri və Regional İnkişaf İctimai Birliyinin könüllüləri isə ağacəkmə aksiyasında fəal iştirak edərək layihəyə dəstək göstəriblər. Bu günə qədər hər biri 0,84 manat olmaqla 8000-dən çox Crown Pod, həmçinin Crown Pod vasitəsilə yetişdirdiyimiz 200 ədəd tingi hər biri 5 manat olmaqla satmışıq. Ümumilikdə satışlardan 7720 manat gəlir əldə etmişik. Layihəyə cəlb olunan 7000 manat investisiya və 15000 manat qrant dəstəyi ilə birlikdə layihənin ümumi maliyyə resursları 29720 manata çatıb. Bu günə qədər 2337 manat xalis mənfəət əldə etmişik. 30%lik xalis mənfəət marjası isə biznes modelimizin maliyyə baxımından dayanıqlı, səmərəli və gələcəkdə uğurla miqyaslandırıla biləcəyini göstərir. Biz həm B2B, həm də B2C biznes modeli ilə fəaliyyət göstəririk.
Məhsullarımızı sahibkarlara və regional qurumlarla yanaşı SOCAR və Paşabank kimi ölkənin aparıcı şirkətlərinə təqdim etmişik. Müştərilərimizin rahatlığı üçün rəsmi web platformamızı yaratmışıq. Buradan məhsul haqqında ətraflı məlumat əldə edə, sifariş verə və bizimlə birbaşa əlaqə saxlaya bilirlər. Biz uğurumuzu rəqəmlərlə və real nəticələrlə göstəririk. Layihə çərçivəsində fermerlər üçün maarifləndirmə görüşləri və təlimlər təşkil edərək 32 nəfərin dayanıqlı əkinçilik və torpaq idarəçiliyi sahəsində bilik və bacarıqlarının artırılmasına dəstək olmuşuq. 26 nəfəri işlə təmin etmişik ki, onların 6 nəfəri qadın, 2 nəfəri isə fiziki məhdudiyyətli şəxslərdir. Bu fəaliyyətlər nəticəsində 8200-dən çox crown pot əkilərək ağacların yetişdirilməsinə töhfə verilir. Nəticədə fəaliyyət göstərdiyimiz ərazilərdə təxminən 25000 nəfər üçün daha sağlam və yaşıl ekoloji mühitin formalaşmasına dolayı təsir göstərmişik. Tam inkişaf mərhələsinə çatdıqda ağaclar ildə 150-200 ton karbon emissiyasını atmosferdən udmaq potensialına malikdir. Və yaşıllaşdırılan sahələrdə 100-dən çox bitki, quş, tozlandırıcı həşərat və digər canlı növləri üçün yaşayış və qidalanma mühitinin bərpasına töhfə verir. Maarifləndirmə fəaliyyətlərimiz isə sosial media, rəsmi veb-sayt və media vasitəsilə 43 mindən çox insana çatmışdır. CrownPod eyni zamanda BMT-nin 7 dayanıqlı inkişaf məqsədinə SDG 2, 8, 10, 12, 13, 15 və 17-yə birbaşa töhfə verir. Biz sözlə yox, sübutlarla danışırıq. Elə buna görə də qarşıdakı 3 il ərzində istehsal və satış həcmini əhəmiyyətli dərəcədə artırmağı, lazımi sertifikatları əldə edərək CrownPod-u beynəlxalq bazara çıxartmağı və ixrac fəaliyyətinə başlamağı hədəfləyirik. Bununla yanaşı, iri enerji, sənaye və neft şirkətlərinin ESG və yaşıllaşdırma layihələrinin əsas tərəfdaşlarından birinə çevrilməyi, CrownPod-u hidroponik sistemlərə uyğunlaşdıraraq məhsul çeşidlərimizi genişləndirməyi və 32 mindən çox CrownPod satış həyata keçirməyi planlaşdırırıq. Çünki məqsədimiz yalnız bir məhsul istehsal etmək deyil. Bu, torpağı yenidən həyata qaytaran bir həldir. Bu, tullantıları dəyərə çevirən bir yanaşmadır. Bu, Qarabağdan başlayıb dünyaya yayılan yaşıl bir hərəkatdır. Bu, bizim missiyamız, bizim təsirimizdir. Biz Enactus Qarabağı.